Bugünləri biz Photoshop'da mürəkkəb seçim alətlərini öyrənəcəyik. Bunun üçün ilk növbədə Selection Brush tool'u götürürük. Sonra gəlirik bu hissəyə. Bu hissədən onun ölçüsünü böyüdürük. Həm balacadır. Bu uyğundur. Hardness-ini, yəni yumşaqlığını ayarlayırıq. Daha sonra gedirik ətəyin bir hissəsini boyuyuruq bu formada. Seçirik, daha doğrusu boyamaq deyil, bu seçməkdir. Seçirik. Yaxınlaşdırırıq. Hansı hissələrdə kənara çıxmışıq, gəlirik boyutunu biraz balacalandırırıq. Altı basılı tutaraq həmin hissələri silirik. Baxın, bu formada silirik. Sildikdən sonra gəlirik bu hissəyə. Buradan gəlirik Hue Saturation'ı götürürük. Ətəyin həmin seçilmiş hissəsinin üzərində baxın, renk tonunu dəyişə bilirik. Bu formada dəyişiklik edə bilirik. İndi gələk başqa bir nümunəyə. Misal, belə bir dənə ormanımız var. Biz bunun vasitəsilə gəlirik belə. Daha sonra bu hissəni götürürük. Beləncə boyamağa başlayırıq. Boyamağa davam edirik. Boyamağa davam edirik. Daha sonra biz bunun ölçüsünü ayarlayırıq. İçəriyə doğru. Burada da opasitesini qaldırıb, ölçüsünü balacaladıb. Bu hissələrini renkləyirik. Gəlirik bu hissəyə. Bu hissəyə yazırıq water. Su sözü yazırıq. Daha sonra biz bunu basırıq. Artıq baxın, 3 fərqli formatda bu əraziyə su, elə bir o quru hissəni su ilə əvəzlədi. Bu bizim Selection Brush tool'umuzuydu. Mürəkkəb tool'lar sırasında. İndi isə biz digər mürəkkəb seçim alətlərimizə keçirik. İlk növbədə götürürük biz Quick Selection tool'u. Quick Selection tool vasitəsilə biz şəklin kənarına sürütləyərək şəkli içərisinə alırıq. Baxın, bu zaman bizim şəklimiz artıq seçilmiş formada olacaq. Əgər biz bu prosesdə Ctrl-J-ni basarsak, artıq bizim şəklimizin və alt şəklin gözünü bağladıqda bizim şəklimiz seçilmiş vəziyyətdədir. İdeal formada seçilib. İndi keçirik digər Quick Selection tool. Quick Selection tool vasitəsilə biz seçim edərkən şəklin üzərində yavaş formada hərəkət edərək şəklin kənarına çıxmadan seçimimizi dəqiqliklə yerinə yetiririk. Hətta bəzi yerlərdə şəklin lap ön hissəyə çəkərək seçimi davam elətdirə bilərsiniz ki, daha yaxşı olsun. Seçməyə davam edirik. Bəzi yerlərdə hətta ölçünü, yəni seçim alətimizin ölçüsünü balacaladırıq ki, dəqiq formada seçimin hər bir hissəsini seçə bilək. Seçməyə davam edirik. Ctrl, altı basılı tuturuq, əlavə edirik. Altı basılı tutub yenidən boş hissələrin hamısını əlavə etməyə başlayırıq. İndi Ctrl-J-ni basırıq, amma burada bir xəta baş verdi. Seçərkən biz bu kalemonun quyruq hissəsini nəzərə alırıq. Ctrl-Z eləyib geri qaydırıq. Yenidən seçimə davam edirik. Bu hissəni götürürük. Yenidən altı basılı tutaraq o kənar hissəni silirik. Altı basılı tutub bir dəfə vururuq. Artıq alt şəklin gözünü bağladıqda bu kalemimiz seçilib, amma xətalar var. Çünki çox dəqiqliklə böyüdüb silmədiyimiz, yəni seçmədiyimiz üçün baxın bu kalemin bu hissəsi düşməyibdir.
İndi gəlirik 3-cü Manage Wander Tool'a. Burada Ctrl D eləyirik, deaktiv edirik. Aha, bir dəfə vurduqda bizim bu kalemimizin 3 hissəsini seçməyə başlayır. Baxın. Gəlirik. Shift'i basılı tutub bir dəfə bura vururuq. Shift'i basılı tutub bir dəfə bura, bir də digər boşluq hissəyə vururuq. Bir dəfə də digər alt hissəyə vururuq. Baxın, biz buna vurduqdan sonra baxırıq ki, xətlərin üzərində digərlərindən qalıb. Bunun üçün Quick Selection tool'u götürürük. Yavaş-yavaş altı basılı tutaraq onu kənarlarına çıxartmağa başlayırıq. Baxın, bu hissələri kənarından çıxardırıq. Burada tələsmək lazım deyil. Prosesi addım-addım, yavaş-yavaş etmək lazımdır. Yenidən Ctrl J'ni basacağıq indi. Aha. Bu zaman baxın, iskeleti düşdü, özü düşmədi. Biz bu prosesi doğru formada etmək üçün Ctrl Z eləyib geri qaydırıq. Seçimin üzərində sağ düyməni basaraq inverse eləyirik ki, bizim seçimimiz tam formada götürülsün. Biz Manage Wander Tool'la işləyən zaman burada diqqət etməli olduğumuz məqamlar var. Biz şəklin yuxarısına bir dəfə toxunduqda, əgər tam formada seçim edirsə, bu o demək ki, bizim toleransımız 100%'dir. Amma siz açarkən sizin toleransınız 32 olur. Onu 100 etdiyimiz sürəcə bizim seçenlərimizdə dəqiqlik əsas öndə olacaq. Və eyni zamanda baxın, görürsünüz, toleransı 32 olduqda kənarlarda elə boşluqlar saxlayır. Bəzən hətta qarın hissəsində olan mavi rənglərə də toxunur, yəni onlar da seçir. Əgər biz o tiki götürsək, yenidən toleransımız 32, tiki də götürmüş formada, yenidən bir dəfə də toxunacağıq. Gəlirik, bir dəfə də toxunuruq. Baxın, bu zaman artıq mavi rəngi də götürür. Burada pozulmalar baş verir. Yaxından baxın. Bunun üçün gəlirik biz. Basırıq. Ctrl D eləyib deaktiv edirik prosesi. Yenidən toleransımı 150'im. Bu zaman tikə qoymuram. Baxın. Bu kalemin kənarlarına seçsə də, amma yenə də qarın hissəsindəki hissələrə toxunur. Mütləq o tik qoyulub. Toleransımız 100% olmalıdır ki, bizim seçim zamanı heç bir maneə ilə qarşılaşmayaq. Qarşılaşacağıq yenə də, amma yəni bu qədər də böyük maneələrlə qarşılaşmayaq. Seçimdə dəqiqlik üçün mütləq toleransı 100'də saxlayın.